Salam, hər vaxtınız xeyir olsun. Bu günlərdə Dörd Qardaş marketin yaxınlığında 3 dənə bir həyətdə evim satışa çıxdı. Evimizin həyət yanı məhəlləsi 8 sotdan ibarətdir. Birinci evimiz budur. Buyurun içərisində təqdim edin. Buyurun gəlin. Bu da evimizin foyesidir. Bu hissəsi mətbəxdən ibarətdir. Ünvəli bir mətbəxi var. İçərini də çəkin. Bura evimizin bir dənə yataq otağıdır. Bura ikinci bir yataq otağıdır. Burası hamam və sanuzenlə ibarətdir. Hamam sanuzen də tam təmirli vəziyyətdədir. Evimiz tam əşyalı satılır. Satış qiymətini ən axırda deyəcəm. Burada evimizin ikinci mənzilimizdir. Mənzilimiz əvvəldən axıra qoşabarı iləndir. Evimizin içəri hissəsində sizlərə təqdim edirəm. Bura evimizin rəkan hissəsidir. Bura koridor hissəsidir. Kombi xətlərlə də təsis olunub. Evimiz tam remontludur. Burası isə mətbəx hissəsidir. Xuna mebellə də təsis olunub. Bura evimizin bir yataq otağıdır. Burada tam təmirlidir. Evimizin içərisində bəzi əşyalar da qalacaqdır. Bura evimizin qonaq otağıdır. Burada tam təmirli vəziyyətdədir. Burada evimizin ikinci yataq otağıdır. Burası da tam təmirli vəziyyətdədir. Burası da evimizin hamam və sanuzen hissəsidir. Burası da tam təmirli vəziyyətdədir. Bu evimiz 2 yataq, 1 zal, mətbəx, hamam və sanuzenlə ibarətdir. İndi də sizlərə 3-cü evimizi təqdim edirik. Evimizin 2 tərəfli çıxışı var. Bir darvaza burada yerləşir. Bir darvazası da orada yerləşir. Bu hissələrdə əl damıdır. Yəni toyuq düzə saxlama yerləri. Evimizin çöldə də belə bir sanuzeni var. Burası isə foyerdir. Bu hissəsi də belə koridordur. Bu hissəsi mətbəxdir. Xuna mebelindən də təsis olub. Bu 3-cü evimizdir. Burada bir yataq var. Kombi xətlərlə təsis olunubdur. Burada bir yataq var. Tam təmirli vəziyyətdə otaqlardır. Bu hissəsində də bir dənə belə yataq var.
tam təmirli vəziyyətdə kombi xəttlərlə təsis olunub. Burada ikinci yenə bir yataq otağı var. Bu hissəsində də hamam və sanucendən ibarətdir. Təmiri orta vəziyyətdədir bu hissənin. Bu hissəsində də bir dənə mətbəx yerləşir. Bu da kuxna meblindən təsis olunubdur. Evimizin ərazisində bir ev, ikinci ev yaşıl evdir. Üçüncü ev isə budur. Hörmətli tamaşaçılar, bu evimizin bir hissəsi. 6 otaqlı evimiz burada yerləşir. Bu ikinci evimizdir. Qoşabalı ilə təsis olunub. 2 otaq, bir zal, mətbəx, hamam və sanucendən ibarət olan da bu evimizdir. Bu da üçüncü evimizdir. 2 otaq, bir zal, mətbəx, hamam və sanucendən ibarət bir evimiz də burada yerləşir. Bir həyətdə 3 evimiz var. Evimizin satış qiyməti 180.000 manatdır. Razılaşma yolu da var. Allah satana da, alana da xeyir versin.